iqtaraba lin-nasi hisabuhum və hum fi gafletin mu'ridun. Yəni insanların hesaba çəkiləcəyi vaxt yaxınlaşmışdır. Onlar isə qəflət içərisində üz döndərirlər. Mə hədəl hal və mə hədəl şən. Yəni bu hal nədir? Yəni insanın hesabı yaxınlaşıb, artıq köçəcəyi an, bu dünyadan köçəcəyi an yaxınlaşıb. Amma yenə insan qəflət içərisindədir. Və hum gafilun amma yantazirhum. Nədən qəflətdədirlər? Onları güzləyən işlərdən qəflətdədirlər. Gedəcəyi yerdən insanlar qəflətdədirlər. Allah Teala buyurur: "Və enzirhum yevmel hasra." Onları həsrət günündən qorxut. İz qudiyal amru və hum fi gaflə və hum la yu'minun. Yəni iş bitdiyi vaxt onlar qəflət içərisində iman gətirmədiyi haldadırlar. Yəni Allah Teala həsrət günündən qorxudur və Rəbbimiz bizə bunu xəbər verir. Yəni bizim bəzi qafil olduğumuz işləri qiyamət günü və qiyamət günü ilə bağlı olan işlər, həsrət günü. Neciduha fi anfusina anil yevmil axir vel yevmil axir yebtedi minel mevt. Və görürük ki, bizim özümüzdə də nə qədər axirətə qarşı qəflət var. Axirət də nə vaxt başlayır? İnsanın ölümündən başlayır. Biz nə qədər ölümü xatırlamaqdan qafilik. Öz ölümümüzdən, ruhumuzun çıxacağı andan qafilik. Biz ölüləri görürük, cənazələri görürük və o aləmə köçənləri eşidirik, onların xəbərlərini. Kullul asnaf, hər bir siniflər var, vəsflər və bununla yanaşı özümüzün köçəcəyindən qafilik, ruhumuzun çıxacağından qafilik, axirət diyarına köçməyimizdən qafilik, ölümdən, hansı ki, biz də onun əhlindənik. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Əkthiru min zikri hadimin ləzzət." Ləzzətləri parça-parça edən ölümü çox yada salın. Yəni öz ölümünü, öz ruhunun çıxacağı anı, axirətə köçəcəyin anı xatırla. Əksir min zikril yevm əlləzi tuvaddu fihi dunya. Və o günü çox xatırla ki, o gün sən dünya ilə vidalaşacaqsan, dünyada olanlarla. Kullu ma kunta fihi fiha akthar min zikri mautika fi nefsika və irtihalika ilə dəril axirə. Və ona görə insan ölümü və axirət diyarına köçəcəyi anı daha çox xatırlamalıdır.